Mənə elə gəlir ki, hamı istəyərdi ki, düz meşənin ətəyində gözəl bir bağ evi olsun. Deyim sizə, yüksək keyfiyyətli tikilidir. Ərazi olaraq 6 sotdur, amma bundan kifayətlənmirik. İndi birazdan sizə tam açıqlayacağım. Yəni konstruksiya çox geniş tikilidir. Gördüyünüz kimi geniş otaqlar var. Hər bir şey nəzərə alınıb, sanitar qovşaqları. Tikiliyə söz ola bilməz. Yəni ki, monoliti, pilləkənləri, yəni ki, kifayət qədər burada vəsait xərclənilib. Sadəcə bacarıqlı bir adam lazımdır, gözəl dizayn versin və təmirə çatdırmaq lazımdır. Yəni, buranın lokasiyasına söz ola bilməz. Həqiqətən də hər şey göz qabağında. Hesab edin ki, 6 sotdan savayı bu boyda ərazi düşür sizin səlahiyyətinizə. Düz meşə panoraması və ən maraqlısı da ki, bu gözəl şırıltılı çay. Düz həyətin qabağından keçir. Bu havaya söz ola bilməz. Həqiqətən də gələk burada olarsınız. Və bayaq çəkdiyimiz ev isə məhz budur. Bax, buradan görsənir, görürsünüz. Və düz evin eyvanından siz bu gözəl mənzərənin şahidi olursunuz. Ətraflı məlumat isə aşağıda.